İlk önce sizleri salamlayıram, hoş geldiniz bizim mekana. Bildiğimiz kimi Mingəçevirdə yaşayan Müşfiq müəllim, onun xanımı Nigar müəllimə öz qrupları ilə Ümrə ziyarətinə getmişdilər. Şəhid anaları 44 günlük müharibənin şəhidi Fuadın anası Saqibət, Hüseynin anası Ceyran, antiterror şəhidi Cavidin anası Pərvanə ziyarətdə olmuşdu. Bizə aid olan yerdə ehsan süfrəsi, atışlar, Allah qəbul eləsin. Dünya ədalət yeri deyil, imtahan yeridir. Ədalət axirətdə olacaq. Allah çox mərhəmətlidir. Çətin olmaq, insan olmaqdır. Həyatda mərhəmətli olmaq, hər şey fanidir. Dağdan ağır yükü var bu dünyanın. Məcbur olduğumuz həyatı yaşayıram. Xəyal etdiyim həyatı yox. Tənhayam, amma gücsüz deyiləm. Çünki Allah mənimlə. Qar deyiləm, gün çıxanda əriyəm. Çalışıram, yıxıldıqca yeriyəm. Balalarımızın dalınca ürəyimiz qaçır. Səbir və adət yağdır. Ya Rəbbimiz, biz şəhid ailələrinin, nəfsimizin və şeytanın şərindən qoru bizləri. Allahımız hamıya ümrə nəsib elə, ümrə ziyarətinə getsinlər. Sağ olun, var olun, mərhəmətli olaq, sadə olaq, mənim əziz analarım, bacılarım, qızlarım.